Adam haram pul yemə. Bu nədir bu mənə göndərirsiniz? Ожидание и реальность. Мне позвонили, deməli, İqtisadiyyat Nazirliyi yanında istehlakçıların işlərinə baxan şöbə, belə bir şey. Dedilər ki, əgər sizdə bu şirkətin vün və yaxud faktiki fəaliyyət göstərdiyi ünvan yoxdursa, biz sizə köməklik göstərə bilmərik. Və İqtisadiyyat Nazirliyinin əməkdaşı tamamilə haqlıdır. Çünki vön olmayan şirkət sayıla bilməz və bu quruma dair heç bir tədbir görülməyəcək. Burada istehlakçı tərəfindən çox güman ki, kart vasitəsilə ödənilmiş məbləğin geri qaytarılma perspektivi çox aşağıdır. Beləliklə, dəyərli dostlar, əgər Magura Baku şirkət deyək də, şirkətinin məkanından xəbərlisinizsə və yaxud onların ünvanı varsa, zəhmət olmasa mənə şəxsiyə yazan, bu məsələnin sonuna kimi getmək istəyirəm. Təşəkkür edirəm. Dələduzluğa son qoyaq. Əslində çox gözəl bir slogandır və biz point olaraq onu tam dəstəkləyirik. Lakin istehlakçılar nə qədər ki, məhsulları və ya xidmətləri kart vasitəsilə ödəyəcəklər, dələduzluğun sonu olmayacaq. Point vasitəsilə öz biznesinizi elə bugün qara və boz bazar zonasından çıxardın. Cəmi 3 dəqiqə vaxtınızı alacaq. Qeydiyyatdan sonra məhsullarınızı və ya xidmətlərinizi tam qanuni şəkildə müştərilərinizə təqdim edin və ödənişlərinizi tez, rahat və təhlükəsiz qəbul edin.